İzahlı test 35. ise 5. sınıf İngiliz dili. Siz burada videonu dayandırıp doğru cevapları tapabilirsiniz. Birinci sual çözü antonim ofsa underlined word. Altından xət çekimi sözün antonimini tapın. Young people stand up and give their seats to old people in the bus. Gənc insanlar ayağa qalxır və öz yerlərini yaşlı insanlara avtobusda verirlər. Stand up ayağa qalxmaq mənasını verir. Həmin sözün antonimini bizdən istəyir. B bəndində begin başlamaqdır. Doğru deyil. Rise qalxmaq mənasını verir. Doğru deyil. Take care qayğısına qalmaq. Bu da doğru deyil. A bəndi sit down oturmaq. Stand up'ın ayağa qalxmağın antonimi sit down'da oturmaq. A bəndi doğru cavabdır. İkinci sual. Choose a sentence with a noun in the singular. Der ki, tək isim olan cümləni seçin. Təkdə olan isim olan cümləni seçin. My cousins sing very well. My cousins, mənim əmi oğlanlarım cəmdədir. Deməli, A bəndi doğru deyil. Children love their mothers. Uşaqlar öz analarını sevirlər. Children və mothers sözləri cəmdədir. Children, child uşaqdır. Children uşaqlar deməkdir. Cəmi xüsusi yolla düzələn isimdir. Bu da B bəndi də doğru deyil. C bəndi spring is my favorite season. Spring burada təkdədir, season da təkdədir. Deməli C bəndi doğru cavabdır. D bəndində niyə olmaz? I collect old photos. Burada photos şəkillər cəmdədir. Doğru cavab C bəndidir. Üçüncü sual. Choose a correct article. Düzgün artikelları seçin. Can you play the violin or guitar? Burada baxırıq ki, play violin, musiqi alətində ifa etmək, play violin, demək, skripkada ifa etmək, Z artiklı ilə işlənir. Play the violin. Amma futbol oynamaq, oyunlarla, futbol oynamaq, basketbol oynamaq, play football, play basketbol artiklsız işlənir. Amma musiqi alətləri ilə Z artiklına işlənir. Birinci dəfdə Z artikl olacaq. Can you play the violin or the guitar? C bəndi doğru cavabdır. Dördüncü sualın cavabını videonun altında şərh bölməsində yaza bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın.